Salam, əvvəlcələr Investment izləyiciləri, hamını xoş gördük. Bugünkü mövzumuz özüm haqqındadır. İstəyirəm öz trading hekayəmi sizlərə danışım. Qısa olaraq və bu trading həyatına mən necə qoşulmuşam, hardan qoşulmuşam və neçənci illərdən başlamışam trade eləməyə. Bu haqda istəyirəm sizinlə danışım. Təxminən 2015-ci illər idi. Mən səhv eləmirəmsə Facebook sosial şəbəkəsində bir reklam qarşıma çıxdı. Bu reklam Forex almalı reklam idi. Həmin şirkətin adını çəkmək istəmirəm. Yerli şirkətlərdən bağlı idi. Həmin vaxtlar da həmin şirkət çox məşhurdur, həmin şirkət. Və məndə bir maraq oyatdı və daxil oldum. Həmin şirkətin haqqında başladım oxumağa və eyni ilə Forex haqqında başladım məlumatlar toplamağa və məlumat topladıqca insanın qarşısına həmin vaxtlar motivasiya videolar çıxır. İnsan başlayır artıq beyin başqa cür məsələlərə reaksiya verməyə və insan psixoloji olaraq başlayırsan beyində bir özün üçün xəyal qurmağa və belələ bu Forex bazarına mən daxil oldum. Daxil olduqca da ilk olaraq həmin şirkətlə əlaqə saxladım və müqavilələr falan belə bağlandı. Həmin vaxtlar çox maraqlı idi və özüm belə qəribə hisslər keçirdim həmin vaxtlar ki, artıq nəyəsə can atırsan və nələrsə əldə edəcəksən və belə beyində artıq başlayır beyin psixoloji olaraq səndə fikirlər yaratmağa ki, belə yüksələcəksən, belə qazancı olacaq, belə səyahətlər, artıq yəni motivasiya başlayır insan özündə motivasiya qurmağa, təbii olaraq bu beyin məhsuludur. Və zaman keçdikcə sən də artıq maraqlanırsan, müəyyən strategiyalarına başlayırsan maraqlanmağa. Əsas bu işin özətini öyrəndən sonra strategiya doğru gedirsən. Və həmin vaxtların təxminən 2015-ci ildə məşhur strategiyalarından biri trend xəttləri idi. Hamı demək olar ki, əksər traderlər trend xəttlərindən istifadə edirlər, dəstək dirençdən istifadə edirlər və hətta indiyənə kimi həmin strategiyalar öz qüvvəsində qalıb və mən də başladım trend xəttlərindən istifadə etməyə, dəstək direnç mövqelərini tapmağa və belə o bir şəkil çıxmışdı qarşıma, labirintli Forex. Onun üçün daxil oldumsa biraz oradan çıxmaq çətindir. Və belə artıq fikirləşirsən ki, nəsə əldə edə bilərəm və ilk yatırımı edirsən. Təbii olaraq mən elə bir trader görmədim ki, ilk yatırımı etsin və dərhal uğur əldə eləsin. Və həmin yatırımı mən belə deyərək stop out və balansım belə deyək yandı. Lakin buna baxmayaraq yenə davam elədim. Yəni çoxlu strategiyalar axtardım, tapdım və həmin strategiyaları yiyələnmək istədim. Və elə oldu ki, həmin strategiyalar barəsində növbəti videolarda sizə məlumat verəcəm. Və belə illər bir-birinin arxasınca bəzən uğursuzluqlar oldu. Hətta digər uğursuzluqlar daha çox oldu. Ta ki özünü tapana kimi. Yəni istənilən trading həyatında bu baş verir. Təbii olaraq mən mentor yanına, yəni o vaxt bir-iki belə ortalıqda olan belə deyək şirkətlər var idi ki, Forex barəsində təlimlər keçirdilər. Lakin həmin təlimin birinə getmişdim, yalan deyə bilmərəm. Bir təlimə getmişdim zənnəsi və orada bunu maraq üçün gelmişdim ki, görüm həmin təlim necə keçir və çox təəssüf həmin təlim məni qane eləməmişdi. Və o təlim təbii olaraq pulsuz təlim idi və başlamışdım özüm öyrənməyə. Və dedim ki, qarşıma məqsəd qoymuşdum ki, özüm öyrənəcəm, özüm bu məqsədə çatacağam. Və təbii olaraq Forex bazarında məşğul olduqda uğursuzluqlar ki, yaşayırsan, bəzən görürsən ki, səndə motivasiya düşkünlüyü əmələ gəlir. Yəqin bu videonu danışdığım traderlər qulaq assalar mənim sözlərimi təsdiq edərlər.
Lakin zaman keçdikcə baxırsan ki, bu forex bazarı səni daha maraqlı eləyir. Düzdür, həyatda o psixoloji sıxıntılar, psixoloji sarsıntılar səni yaşadır. Amma zaman ki gəlib çatır, artıq sən başlayırsan, əgər bu işin davamlı gedirsənsə, başlayırsan uğurlar əldə etməyə və bu səni sevindirir. Və əsas bu işin maraqlansaz görərsiniz ki, 60%, 70%, bəlkə 80% insanın psixoloji durumundan asılıdır. Növbəti faizdə strategiyalardan asılıdır. Və gündəlik ümumi sənin psixoloji durumu necədirsə, sən bazara elə yanaşırsan. Və beləliklə illər keçdi, aylar keçdi, günlər keçdi. Biz də artıq 2025-ə gəlib çatmışıq. Və Allah həmd olsun, öz strategiyamı qurmuşam. Və neçə bu həmin öz strategiyamı qurana kimi neçə strategiyalarla maraqlanmışam. Ən dibinə kimi getdim, strategiyalar da olub. Bu haqda növbəti videolarda çəkəcəm. Və öz strategiyamı qurub axır ki uğur əldə etməyə başlamışam. Və bu illər ərzində bəzən olub ki, fikirləşmişəm ki, bu bazar, bu forex mənlik deyil, müəyyən qədər bu bazardan uzaqlaşmışam. Lakin göründüyü olub ki, tamamilə ən seçmək olmur. Məsələ o deyil ki, sən müstəqil şəkildə bazarda uğur qazanmalısan. Hərənin bir seçimi var. Mən də bu seçimi etmişəm və heç də peşman deyiləm. Buna baxmayaraq ki, bəzi uğursuzluqlarla rastlaşmışam. Yatırım da eləmişəm, prop firmalardan da istifadə eləmişəm. Bəzi hesab idarəçiliyimdə olub. Lakin o, sən nə qədər profesional olsan belə, bəzən görürsən ki, belə deyək, hərisliyi, biraz da emosiyalar idarə edə bilməmək, sənin stop olmaqla, sənin balansı itirməyə gəlib çıxardır. Və əsas odur ki, zaman keçdi, öyrəndiyimiz odur ki, forex bazarında sən ona uyğunlaşmasan, bazar sənə uyğunlaşan deyil. Lakin illər keçdikcə artıq ki, sən müəyyən bir səviyyəyə gəlib çatırsan və bəzən görürsən ki, sanki artıq bazar sənə uyğunlaşır. Çox qəribə hisslərdir. Yəni bu haqda, bu mövzuda çox danışmaq olar əslində. Sadəcə olaraq fikirləşən bir kifayətdir. Və sonda onu demək istəyirəm ki, əgər forex ilə məşğul olmaq istəyirsinizsə, əlbəttə təlimlərə qatılmaq gözəldir və təlimlərə qatılmaq onun üçün gözəldir ki, sizdə ilkin fikirlər oyadır. Lakin təlimə gedirsiniz, sizə strategiya öyrədirlərsə, o demək deyil ki, siz o strategiyanı 100% qavrayacaqsınız, o strategiya sizdə işləyə bilər. Və həmin hansı ki təlimlərə ki gedirsiniz, o təlimlər haqqında da növbəti videolarda danışacağım əslində. 2025-in oktyabrın 1-dən başlamışam video çəkməyə çalışmağa, başlamışam video çəkeyim. Nəyə görə bu uzun müddəti heç nə çəkməmişəm, paylaşmamışam? Çünki sanki özümü tam hazır hiss eləmirdim və son illər ərzində, həmin 2015-ci illərdə forex bazarı Azərbaycanda elə də məşhur deyil. Yəni traderlər bəli, məşhur traderlər var idi, forex məşhur traderlər var idi, uğur qazanan traderlər var idi. Lakin deyərdim ki, son belə deyək, illər ərzində, bəlkə bir 5 il deyim, illər ərzində o dərəcədə məşhur deyil. Və gördüyüm son illər o idi ki, əslində gözəl bir addımlardır. Uğur qazanan traderlər var, sosial şəbəkələr səhifə açırlar, öz uğurlarını paylaşırlar, hətta təlimlər keçirlər. Bəzi forex təlimçilərinin təlimləri haqqında mənfi fikirlər də var.
Bu haqda növbəti videolarda danışacağam. Təbii olaraq ad çəkən deyiləm. Sadəcə o kamera qarşısına çıxıb video çəkmək mən sanki tam ona hələ uyğunlaşa bilmirəm. Bəzən video çəkmək və paylaşım etmək biraz uzun zaman alır yəni mənim üçün. Yəqin bəlkə də zaman keçdikcə öyrəşə bilərəm ona. Amma sosial şəbəkələrdə Facebook olsun, Instagram və Twitterdə çalışıram, aktiv məlumatlar paylaşıram Forex haqqında, Forex traderlər haqqında, uğur qazanan və yaxud Forex də uğur qazanıb da sonradan mütləs olan traderlər haqqında və yaxud kitab tövsiyələri var həmin səhifələrdə. Yaxşı olar ki, siz də həmin səhifələri bəyənəsiniz və abunə olasınız, onlardan istifadə edəsiniz. Ümumiyyətlə, Forex bazarı çox maraqlı bazardır və risk dolu bir bazardır. Təbii olaraq siz əgər Forex-lə məşğul olmaq istəyirsinizsə, və ya təkrarladığım kimi, bəyan etdiyim kimi daha doğrusu, təlimlərə getmək yaxşıdır, lakin ola bilər təlimlər sizə effekt verməsin, çünki həmin təlimləri keçirən, belə deyək, strategiyalar həmin traderin özünçüləşdirdiyi, özünə məxsus olan strategiyalar ola bilər. Ona görə də əgər siz də görürsünüz ki, özünüzdə həmin strategiyaları uyğunlaşdıra bilmirsiniz və öz strategiyanızı qurmaq daha məqsədə uyğun hesab olunur. Özüm haqqında bu qədər. Bəlkə də hansısa bir fikirləri gələcəkdə paylaşmaq istəsəm sizinlə. Özüm haqqında daha başqa videolar çəkərəm. Düşünürəm ki, bu qədər kifayətdir. Hər kəsə uğurlar arzu edirəm. Növbəti videolarda görüşərik. Bizimlə qalın. Və təbii olaraq səhifəni bəyənməyi, videonu like etməyi, abunə olub, kommentariya yazmağı unutmayın. Bu bizim əziyyətimizin bəhrəsi olar. Təşəkkürlər.